Salam, hər vaxtınız xeyir olsun. Bugün sizinlə DİM test topusundan həzm sistemi mövzusunun izahına baxacağıq. Başlayaq birinci sualdan. Yetkin insan kəlləsinin alt çənə sümüyündə normal halda neçə diş yuvası olur? Ümumilikdə yetkin insanda 32 diş var. Bunun 16-sı üst, 16-sı isə alt çənədə yerləşir. Baxaq ikinci suala. Həzm sisteminin hansı şöbəsində orqanizmə daxil olmuş suyun əsas hissəsinin sorulması baş verir? Biz bilirik ki, qidalı maddələrin qana sorulması əsasən nazik bağırsaqda baş verir. Suyun, mineral maddələrin, alkoqolun və bəzi vitaminlərin sorulması isə yoğun bağırsaqda baş verir. Üçüncü suala baxıram. Həzm sisteminin hansı strukturları qidanı yalnız fiziki dəyişikliyə uğradıb həzmi asanlaşdırır? Həzmi biz ayıraq iki yerə, kimyəvi həzm, mexaniki həzm, başqa sözlə burada fiziki dəyişiklik başa düşək də. Kimyəvi həzm odur ki, fermentlərin təsirindən qida parçalanır. Mexaniki həzm isə odur ki, sadəcə fiziki dəyişikliyə məruz qalır. Məsələn, baxaq nazik bağırsaqda. Burada qidaya fermentlər təsir göstərir və o fermentlərin təsirindən üzvü birləşmələr, mürəkkəb üzvü birləşmələr daha sadə üzvü birləşmələrə parçalanır və biz buna fiziki dəyişiklik demirik. Həm nazik, həm yoğun, həm mədə-altı vəz, həm ağız suyu vəzləri qidanı deyirik ki, kimyəvi həzmə uğradır. Dişlər isə qidanı yalnızca xırdaladığına görə buna fiziki dəyişiklik, yəni mexaniki həzm deyə bilərik. 4-cü, 5-ci, 6-cı sual dişlərimizin sayı ilə bağlı. Bu sualları işləməyin ən asan yolu təbii ki, dişlərin sayını əzbər bilməkdir. Həm süd dişləri, həm daimi dişlər. Burada ağıl dişlərinin 16 yaşdan sonra çıxmasını da mütləq nəzərə almalıyıq. Baxırıq 4-cü suala. Yetkin insanın ağzında maksimum neçə böyük azı dişi vardır? Azı dişlərinin, böyük azı dişlərinin sayı 12-dir. Kiçik azı dişlərinin sayı 8-dir. Kəsici dişdə həmçinin 8-ə bərabərdir. 7-yə baxırıq. Həzm kanalının hansı hissəsi xlorid turşusunu əmələ gətirir? Xlorid turşusunu əmələ gətirir mədə, yəni H-xlor mədədə olur. H-xlor turşudur da. Buradan yadınızda saxlayın ki, mədəmizdə axı turş mühitdir. Mədə şirəsinin tərkibində xlorid turşusu mövcuddur. Cavab olacaq mədə. 8-ci suala keçirik. Ağız suyu vəzlərinin fəaliyyətini tənzimləyən mərkəz baş beynin hansı şöbəsində yerləşir? Həzm mərkəzimiz uzunsolq beyindir. 9-cu sualda deyir, həzm kanalının hansı şöbəsində xovlar vardır? Deyirik ki, nazik bağırsağın hər kvadrat santimetrində 2500-ə qədər xov mövcuddur. 10-cu suala baxırıq. Öd hansı orqanda sintez olunur? Qaraciyərdə. Qaraciyərin hazırladığı bioloji fəal maddədir. 11-ci sualda deyir, karbohidratların parçalanması insanın həzm sisteminin hansı şöbəsində başlayır? Baxın, ağızda başlayır. Ağızda yalnızca karbohidratlar qismən parçalanmağa başlayır. Mədədə ümumiyyətlə parçalanmayacaq, sonra parçalanacaq nazik bağırsaqda. Yaxşımı? Yadda saxlayırıq ki, ağız karbohidratların parçalandığı yerdə. Ağızda nə zülal, nə yağ deməyəcəksiniz, amma karbohidrat parçalanır. Ona görə cavab oldu C variantı, yəni ağız boşluğunda. Keçirik 12-ci suala. İnsanda həzm prosesi və maddələr mübadiləsi nə cür tənzim olunur? Burada həm sinir sistemi, həm də humoral yol rol oynayır. Yəni həm sinir, həm humoral yolla. Yetkin insanın normal halda üst çənəsinin sağ yarısında neçə azı dişi var? Ümumilikdə 12 böyük azı dişi var, 8 də kiçik azı 20. Bunun onu üst çənədədir, onu alt çənədə. Üst çənənin sağ yarısı dediyinə görə deyirik 5 sümük mövcuddur. Burada C variantı. 14-də baxırıq. İnsanda öd hansı orqanda sintez olunur? Təkrar sualdır. Çox üstündə dayanmayacağım. Qaraciyər. Qaraciyərdə sirroz xəstəliyinin əmələ gəldiyi orqandır. Soruşur testlərdə bu şəkildədir ki, sirroz xəstəliyi hansı orqanlar sisteminin xəstəliyidir? Deyəcəksiniz həzm sisteminin. Çünki sirroz qaraciyərdədir. Qaraciyərdə həzm sistemi orqanıdır. İnsanda 12 barmaq bağırsaqda ödün təsiri ilə fəallaşan fermentlər harada sintez olunur? 12 barmaq bağırsaqda ödün təsiri ilə fəallaşan. Belə bir ifadə işlədəcəm burada. 12 barmaq bağırsaq. 12 barmaq bağırsağa həm qaraciyərin,
həm də mədə-altı vəzin axarı açılır. Yadda saxlayırıq. Qaraciyər, mədə-altı vəz həzm kanalından kənarda yerləşən bu iri sekresiya vəzlərinin axarı birbaşa 12 barmaq bağırsağa açılır. Və yadda saxlayırıq. Qaraciyərin hazırladığı ödün funksiyalarından biri də bu mədə-altı vəzin fermentlərini aktivləşdirməkdir. Öd özü gəlir 12 barmaq bağırsağa, yağların həzmində və s. yəni öz funksiyalarını da yerinə yetirir. Əlavə olaraq da mədə-altı vəzin fermentlərini aktivləşdirir. Cavab olacaq mədə-altı vəz. 16-cı sualda bağırsaq xovlarının divarının səthini soruşur. Tək qatlı epitelidən təşkil olunmuşdur. Yadda saxlayırıq. 17-ci sualda deyir ki, yetkin insanda normada hansı dişlər bərabər sayda ola bilər? Deməli, 8 kəsici dişimiz var, 8 kiçik ağzı. Bunları çox vaxt bərabər verəcək və yaxud köpək və ağıl dişləri. 4 köpək, 4 dənə də ağıl dişi var. Ağıl dişi böyük ağzı dişinin bir növüdür. Yəni 12 böyük ağzı dişindən 4-ü ağıl dişidir. Cavab oldu. B variantı. 18-ə keçirik. Yaşlı insanda normada sayı ən az olan dişlərin miqdarı hansından 3 dəfə azdır? Ən az olan köpək dişləridir. 4 ədəddir. 3 dəfə azdırsa demək sayı 12 olanı seçməliyəm. Bunlar da böyük ağzı dişləridir. Cavab olur Y variantı. Keçirik 19-cu suala. Hansılar həzm vəzlərinə aiddir? Cinsiyyət çıxdı, süd çıxdıq, hipofiz çıxdıq. Burada da pi çıxdıq, tər çıxdıq. Cavab olacaq D variantı. Tüpürcək vəzləri ağızda ifraz olunan mədə həzm vəzidir, mədə-altı və bağırsaq vəzləri də həmçinin. Yəni həzm kanalında olanları həzm vəzi kimi götürə bilərik və yaxud bu kanaldan kənarda yerləşsə də axarı açılır həzm kanalına. İnsanın həzm sistemi orqanının xəstəliyidir. Sirroz bayaq dediyim məsələ, çünki qaraciyərin xəstəliyidir. Qaraciyər də həzm sisteminə aiddir. 21-ci suala keçirik. Sirroz hansı orqanlar sisteminin xəstəliyi ola bilər? Həzm sisteminin. Deməli, davam eləyək. Digər suallardan 22-yə baxırıq. Yetkin sağlam insanın alt çənəsində bilavasitə bir dişlə qonşu olan dişlərin sayı, öz diş növü ilə qonşu olmayan dişlərin sayı. Yadda saxlayın, bir dişlə qonşu olan deyəndə siz elə bir diş götürməlisiniz ki, onun bir tərəfində diş olsun, bir tərəfi boş olsun. Bu bizim hansı dişimizdir? Ağıl dişimiz. Öz diş növü ilə qonşu olmayan isə həmişə köpək dişidir. Köpək dişinin bir tərəfində kəsicidir, bir tərəfində kiçik ağzıdır. Yəni 4 köpək dişimiz var, hərəsi çənənin bir tərəfindədir. 2 köpək dişi yan-yana gəlmir ki. İndi bir də diqqət eləməliyik, baxın, alt çənə deyir. Alt çənə. Yəni ümumilikdə 4 dənə ağıl dişimiz varsa yarısını götürəcəyik. Ümumilikdə 4 dənə köpək dişimiz varsa yarısını götürəcəyik. Yəni 2 dənə. İkisinin bir yerdə cəmi bərabər olacaq 4-ə. 23-də soruşur, aşağıda göstərilən maddələrdən hansıları həzm olunmadan mənimsənilir? Hansılar ki yoğun bağırsaqdan sorulur? Baxın, vitaminlər və mineral duzlar, bunların sorulmasını yoğun bağırsaq təmin edir, yəni həzm olunmadan. Çünki nazik bağırsaqda deyirik, həzm artıq qismən başa çatır. Keçirik indi digər suallara. 24-də. Həzm kanalından kənarda yerləşən, lakin axarları həzm kanalına açılan qarışıq sekresiya vəzisini göstərin. Həzm kanalından kənarda yerləşən, axarı həzm kanalına açılan 8 dənə iri vəzi var. Bunun biri qaraciyərdir, biri mədə-altı vəzidir, 6 dənəsi isə iri ağız suyu vəzisidir, çənə-altı, dil-altı, qulaq-yanı. Bunlardan qarışıq olan təkcə mədə-altı vəzidir. Cavab olacaq burada C variantı. 25-ə baxırıq, mədə hansı rəqəmlə göstərilmişdir? Əzbər bilməliyik şəklini. Mədə baxın, qida borusunun genişlənmiş hissəsidir. Burada 3 rəqəmi ilə göstərilib. 26-da isə 12 barmaq bağırsağı soruşur. Baxın,
Mədənin həmən ardından gələn bax bu hissə nazik bağırsaqdır. Nazik bağırsağın birinci şöbəsi isə hansı ki mədənin çıxışında yerləşir. Bura 12 barmaq bağırsaqdır, yəni 4 rəqəmi ilə burada işarə olunub. Keçirik 27-ci suala. Həzm sisteminə aid verilmiş şəklə əsasən doğru ifadəni müəyyən edin. Baxaq şəkildə nə göstərilib? 1 rəqəmi ilə qaraciyər göstərilib, qarın boşluğunun sağ tərəfində yerləşən iri vəzidir. İkinci şəkildə mədə göstərilib, üçüncüdə mədənin arxa alt hissəsində yerləşən mədə altı vəzi, beşinci şəkildə biraz şəkil qaranlıq olsa da öd kisəsi olmalıdır. Dördüncüdə isə baxın yenə mədənin tam çıxışında yerləşən nazik bağırsağın birinci şöbəsi olan 12 barmaq bağırsaqdır. Baxaq variantlara. Deyir ki, üçüncü insulin və glikogen hormonları sintez edir. Səhvi tapdıq. Glikogen hormonu nədir? Glukagon hormonu deməli idi. Səhvi istəmir bizdən, doğrunu istəyir. Onda çıxdıq bunu. B-də deyir ki, birinci ən iri daxili sekresiya vəzisidir. Xeyr. Qaraciyərin hazırladığı öd qana keçmir. Daxili sekresiya vəzisinin axarı qana açılmalıdır. Bunun isə axacağı açılır 12 barmaq bağırsağa. Yəni bir orqan boşluğuna açıldığına görə daxili deyil, xarici sekresiya vəzisi deməli idi. C variantında deyir, ikinci polisaxaridləri parçalaya bilmir. Bəli, mədədə karbohidratların parçalanması baş vermir. Doğru variant budur. Digərinə baxırıq. Dördüncü, soxulcana bənzər çıxıntıya malik olan şöbəsi var. Soxulcana bənzər çıxıntı yoğun bağırsaqdadır, yəni kör bağırsağa aiddir. Deməli, bunu da çıxdıq. Sonra Y-yə baxırıq. 5-cidə yağların kimyəvi həzmi həyata keçirilir. 5-də 5-də xeyr, öd kisəsində sadəcə ödün artığı toplanır. Bu kimyəvi həzmi. Nə, bir dəqiqə. Nə demək istəyir? Öd kimi belə düşünsəniz, öd haqqında belə fikirləşsəniz bu variantı, öd yağların kimyəvi deyil, mexaniki həzmini həyata keçirir. Çünki öd sadəcə yağı belə deyək də xırdalayır. Gliserin yağ turşusuna parçalamır. Gliserin yağ turşusuna parçalamadığına görə mən ona kimyəvi həzm deməyəcəm. Bu mexaniki həzmdir. Həzm kanalının hansı şöbəsinin divarı üzü maddələrin parçalanma məhsullarının sorulması prosesi üçün daha yaxşı uyğunlaşmışdır? Bu nazik bağırsağa aid xüsusiyyətdir. Ümumiyyətlə üzü maddələr parçalanır. Nazik bağırsaqda artıq bunlar birbaşa qana və limfaya keçir. Nazik bağırsaq, yəni burada uyğunlaşmışdır. Sonra nəyi seçəcək burada? Nazik bağırsaq keçək. Digər suala. 29-cu suala. İri həzm vəzləri həzm kanalı ilə necə birləşib? Bu iri həzm vəzləri xarici sekresiya vəzləri olduğuna görə müəyyən bir axar vasitəsilə həzm kanalına birləşib. Həzm sisteminin hansı şöbəsinin səthinin sahəsi daha böyükdür? Nazik bağırsağın, çünki bunun quruluşunda xovlar mövcuddur və xovlar bunun səthinin sahəsini çox artırır. Yəni təsəvvür edin, bir kağızı belə düz vəziyyətdə, biri də qatdalanmış vəziyyətdə. Həmin o xovlar quruluşunda video kimi görsəniz sizin yadınıza daha yaxşı qalacaq. Onun səthinin sahəsini xeyli artırır. Ümumiyyətlə uzunluğu da çoxdur. 3-7 metrə bərabərdir. Cavab olacaq nazik bağırsaq. 31-ci suala baxırıq. Yetkin insanın normal halda üst çənəsinin sağ yarısında neçə diş var? Təkrar sualdır. 16 altda, 16 üstdə. Sağ hissə dediyinə görə bir dəfə də yarıya bölürəm. Cavab olur 8. 32-ci suala baxıram. Mədəaltı vəzin hazırladığı həzm fermentləri verilən qida maddələrindən hansılarına təsir edər? Ümumiyyətlə, mədəaltı vəz həm zülalların, həm yağların, həm də karbohidratların parçalanmasını təmin edən fermentlər ifraz edir. Burada baxın, zülal görürükmü? Mürəkkəb üzvü birləşmədir. Parçalanacaq amin turşularına.
Həmçinin saxaroza, disaxariddir, parçalanacaq monosaxaridlərə, yəni daha sadə. Vitamin xeyr, üzüm maddə deyil, buna təsir göstərməyəcək. Daha doğrusu mədə-altı vəzin fermenti təsir göstərmir vitaminlərə. Qlikoza zaten özü sadədir, nəyə parçalanacaq? Yağı da həmçinin gliserin və yağ turşusuna parçalayır. Baxın, karbohidrat, zülal, yağ hər üçünə təsir göstərir. Baxıram 33-cü suala. Mədə-altı vəzin və qaraciyərlərin axarı bayaq qeyd etdiyim kimi açılır nazik bağırsağa. Apendiks həzm kanalının hansı hissəsinin çıxıntısıdır? Baxın, yoğun bağırsağın şöbələrindən biri olan kör bağırsağın çıxıntısıdır və bu soxulcana bənzər çıxıntının iltihabı zamanı bir apendisit xəstəliyi əmələ gəlir. Bu da yəni təhlükəli bir vəziyyət yaradır. Deməli, cavab oldu burada da kör bağırsaq. Keçirik 35-ci suala. İnsanda həzm kanalının hansı şöbəsində züalların parçalanması başlayır? Ağız, sonra gəldi mədə, həzmin getdiyi hissələri deyirəm. Nazik bağırsaq, yoğun bağırsaq. Ağızda dedik təkcə karbohidrat parçalanır, keçdik buranı. Mədədə isə artıq zülallar parçalanır. Deməli, mədə götürə bilərəm burada cavab A variantı. 36-cı sualda isə süd yağlarının parçalanmasını soruşur. Yenə yazıram ağız, mədə, nazik bağırsaq, yoğun bağırsaq. Ağızı çıxdım, çünki ağızda yalnız karbohidratlar parçalanır. Mədədə isə lipazanın təsirindən süd yağları parçalanır. Amma baxın, süd yağı deyib burada. Bitki yağı desəydi götürməzdim. Bitki yağı mədədə parçalanmır. Mədədə yalnızca lipaza fermentinin təsirindən süd yağları parçalanır. Keçik indi 37-ci suala. Həzm kanalının hansı şöbəsində olan bakteriyalar bəzi vitaminlərin sintezində iştirak edir? Bizim deməli yoğun bağırsağımızda bağırsaq çöpü bakteriyaları yaşayır ki, biz deyirik ki, bağırsaq çöpü bakteriyaları insanla simbiyoz şəkildə yaşayan yeganə canlılardır. Simbiyoz şəkildə dedikdə onlar bizdən faydalanırlar, biz onlardan. Yəni onlar bizim üçün zərərli bakteriyalar deyil, bizim üçün K və B qrupu vitaminlərinin sintezində iştirak edirlər. Həmçinin xəstəyə törədən mikrobların çoxalmasının qarşısını almaqda iştirak edirlər. Yəni faydalıdırlar bizim üçün, biz də onlar üçün mühitlik, yəni yaşayış mühiti və s. Deməli, yoğun bağırsaqda yaşayır həmən bu bağırsaq çöpü bakteriyaları. Nəyə görə deyirlər ki, antibiotik, həkim məsləhəti olmadan antibiotik qəbul etmək olmaz. Həmin antibiotik bədənimizdəki o zərərli bakteriya ilə bərabər bağırsağımızda olan bu faydalı bakteriyaları da məhv edir. Aydındırmı? Buna görə zərərlidir çox antibiotik istifadəsi. 38-ci suala baxırıq. Həzm prosesi zamanı əmələ gələn zəhərli maddələrin əsas hissəsi hansı orqandan keçərkən zərərsizləşdirilir? Bu qaraciyərin işidir. Deməli, qan, belə deyək də, nazik bağırsaqdan ki, qida maddələri qana soruldu, birbaşa gəlirlər qaraciyərə. Çünki burada zəhərli maddələrin 95%-ə qədəri zərərsizləşdirilir. Cavab oldu qaraciyər. Gəlirik 39-a. Həzm kanalının hansı şöbəsində zülallar, yağlar və karbohidratlar fermentlərin təsiri ilə parçalanır? Gəl ağızdan başlayaq. Ağzı çıxdıq, çünki ağızda yalnızca karbohidratlar parçalanır, zülallar və yağlar parçalanmır. Sonra gəldik qida borusuna. Qida borusunda da sadəcə qida borusunun divarları peristaltik yığıldı, qida gəldi mədəyə qədər ki, burada bir selik olur ki, hansı ki qidanın hərəkəti rahat olsun. Başqa da qida borusu qidaya heç bir təsir göstərmir. Sadəcə həzm ağızdan başlayıb burada da davam edir. Tam zülal parçalanır, yağ parçalanır, karbohidrat parçalanır, belə bir şey deməyəcəyik. Gəldik mədəyə. Mədədə də karbohidratlar parçalanmır. Mədəni də çıxıram. Cavab olacaq nazik bağırsaq. Nazik bağırsaqda həm zülallar, həm yağlar, həm karbohidratlar parçalanır. Baxırıq 40-cı suala.
Bağırsaq xovlarından hansı damarlar çıxır? Buradan həm bağırsaq venası, vena damarları çıxır, həm də limfa kapilyarları çıxır. Yəni nazik bağırsaqdan qida həm qana, həm də limfaya sorulur. Yağlar limfaya, digərləri isə qana. Yəni buradan həm vena, həm limfa damarları çıxacaq. Baxırıq 41-ci suala. İnsanın mədə şirəsi haqqında düzgün olmayanı göstərin. Tərkibinə selik, xlorid turşusu və fermentlər daxildir. Tamamilə doğrudur. Burada selik ifraz olunur. Hansı ki bu selik mədəni H-xlorun təsirindən və yaxud pepsinin təsirindən qoruyur. Sonra xlorid turşusu burada turş mühit yaradır. Həmçinin burada daxil olan mikroorqanizmləri məhv edir, pepsin fermentini aktivləşdirir. Fermentlər də ki, heç dedik ki, zülalların və süd yağlarının parçalanmasını təmin edir. Yalnız turş mühitdə təsir göstərir. Tamamilə doğrudur, çünki mədədə mühit turşdur. Karbohidratları parçalamır, tamamilə doğrudur. Dedik ki, mədədə karbohidrat parçalanmır. Yalnız zülalları parçalayır deməsi yanlışdır, çünki burada lipaza fermenti var ki, bunun təsirindən süd yağları parçalanır. Zülalları və yağları parçalayır, tamamilə doğrudur. 42-ci suala baxıram. İnsan orqanizmində üzvü maddələrin həzm olunması əsasən hansı orqanda başa çatır? Nazik bağırsaqda deyirik ki, həzm başa çatır. 43-cü suala baxacağıq. 43. Nazik bağırsağın xovlarının fəaliyyətinin azalması nəticəsində aşağıdakılardan hansı baş verə bilər? Nazik bağırsaq xovlarının funksiyası sorulmadır. Yəni həzm olunmuş maddələrin qana və limfaya sorulmasıdır. Əgər xovların fəaliyyəti zəifləyərsə, məhz həzm olunmuş qidada qana kifayət qədər sorulmaz. Xovların funksiyası parçalamaq, həzm şirəsi ifraz etmək, yağ hazırlamaq və yaxud qida kütləsinə hərəkət etdirmək deyil. Xovların funksiyası qidanın qana sorulmasıdır. Xovların fəaliyyəti azalsa, qida qana yaxşı sorulmayacaq. Keçirik 44-cü suala. 16 yaşlı yeniyetmənin ağzında normada maksimum neçə diş olur? Düşünərsiniz ki, 16 yaşlı yeniyetmə artıq süd dişlərini töküb, onun 32 daimi dişi var. Xeyr, buradan 4 dənəsinə ağıl dişini çıxırsınız, çünki ağıl dişləri 16 yaşdan sonra çıxır. 18 yaşlı yeniyetmənin ağzında mövcuddur 28 diş. 45-ci suala baxıram. İnsandakı həzm kanalı şöbələrinin yerləşmə ardıcıllığı düzgün göstərilmişdir. Sadə bir sualdır. C variantı. Ağız boşluğu, udulaq, qida borusu, mədə, nazik bağırsaq, yoğun bağırsaq və anusdur. 46-cı sualda soruşur ki, turş mühitdə hansı yağ həzm olunur? Yalnızca süd yağları, deməli, lipazanın təsirindən süd yağları həzm olunur. Sonra keçək indi 47-yə. Söylənilənlərdən hansı mədaaltı vəz haqqında yanlışdır? A variantında deyir, karbohidrat mübadiləsinin tənzimlənməsində iştirak edir. Tamamilə doğrudur. Həm daxili sekresiya vəzi kimi, bir dənə Y variantına baxın, səhv cavab buradan artıq özünü bəlli edir. Bu haqda danışaq. Mədaaltı vəz daxili sekresiya vəzi kimi insulin və qlükagon hormonu hazırlayır. İnsulin və qlükagonun funksiyası nədir? Şəkərin miqdarını tənzimləmək. İnsulin azaldacaq, qlükagon artıracaq. Demək, karbohidrat mübadiləsinə təsir göstərmiş oldu mu? Xarici sekresiya vəzi kimi də həm zülallara, həm yağlara, həm də karbohidratlara təsir göstərdi. Gördük ki, həm daxili sekresiya vəzi kimi, həm xarici sekresiya vəzi kimi karbohidrat mübadiləsində iştirak etdi. Y variantı isə bizə deyir ki, yalnız xarici sekresiya vəzi kimi iştirak edir. Yanlış deyir. Digərləri düzdür. İfraz etdiyi fermentlər yağların, zülalların və karbohidratların parçalanmasını təmin edir. Tamamilə doğrudur. Axacağı 12 barmaq bağırsağı açılır. Doğrudur. Qarışıq vəzi olması da doğrudur. Həm daxili, həm xarici sekresiya funksiyası var.
48-ə baxırıq, neçə süd dişi var? 20. 12 dənə böyük azı dişi çıxmamış olur. 49-a baxaq, mədə-altı vəzin fermentləri həzm kanalının hansı şöbəsində hansı maddənin təsirindən sonra formalaşır? Burada biz ödün funksiyasını yadımıza salırıq. Mədə-altı vəzin fermentləri açıldı 12 barmaq bağırsağa və burada qaraciyərin hazırladığı ödün təsirindən daha da aktivləşdi. Yaşlı insanın daimi dişlərinin sayının ağıl dişləri çıxmamış yeniyetmənin daimi dişlərinin sayına olan nisbəti. Yaşlı insanda artıq ağıl dişləri çıxdığına görə 32 daimi diş var. Ağıl dişləri çıxmamış yeniyetmədə isə cəmi 28 diş var. 32-nin 28-ə nisbəti deyəndə 4-ə böldüm 8, 4-ə böldüm 7, 8-in 7-yə olan nisbətinə bərabərdir. Baxıram indi 51-ci suala. İnsanın mədə-altı vəzi haqqında deyilənlərdən hansı yanlışdır? Həzm prosesində plastik mübadiləni həyata keçirir. Baxın, həzm qidanın parçalanması deməkdir də. Parçalanma reaksiyaları energetik mübadilədir. Yəni parçalanma reaksiyaları, enerjinin ayrılması ilə gedən reaksiyalar. Belə yadda saxlayaq. Plastik mübadilə plastikoz, yapmaq, düzəltmək, sadə maddələrdən mürəkkəb maddələrin yaranması deməkdir. Axı burada nəsə bir maddə yaranmır, əksinə parçalanır. Plastik mübadilə deməsi yanlışdır. Elə səhv cavabımız budur. Digər variantlara da baxmaq istəyirəm. İfraz etdiyi fermentlər yağların, karbohidratların və züalların parçalanmasını təmin edir. Tamamilə doğrudur. Mədə-altı vəzin tripsini züallara, amilaza, karbohidratlara, lipazası da yağlara təsir göstərir. Misal üçün, axacaqları bəli, həm qaraciyərin, həm mədə-altı vəzin axarı 12 barmaq bağırsağa açılır. Belə yadda saxlayın da, qida gəlir 12 barmaq bağırsağa mədədən. Həzmin davamı üçün qaraciyər bura öd göndərir, mədə-altı vəzdə fermentlərini göndərir. Qarışıq sekresiya vəzisidir. Bəli, öd onun fermentlərinin işini fəallaşdırır. Bəli, bu haqda danışdıq artıq. Keçirik 52-ci suala. 52-də deyir, yetkin insanda normada alt çənədəki köpək dişlərinin sayının bu çənədəki böyük azı dişlərinin sayına olan nisbəti. Köpək dişi cəmi 4 ədəddir, alt çənədə 2 ədəd, böyük azı dişi cəmi 12 ədəddir, alt çənədə 6 ədəd. 2-nin 6-ya olan nisbəti 1-in 3-ə deməkdir. 53-də isə böyük azı dişlərinin kəsici dişlərinin sayına, böyük azı dişi 12 ədəddir, alt çənə dediyinə görə yarısını 6 götürürəm. Kəsici dişlərin sayı 8 ədəddir, alt çənə dediyinə görə yarısı 4 götürürəm. Nisbəti olur 3-ün 2-yə, cavab oldu D variantı. 54-cü sualda həzm kanalının hansı hissəsinə kanaldan kənarda yerləşən daha çox iri vəzi axacağı açılır? İri vəzi dedik ki, 1 qaraciyərdir, mədə-altı vəzidir, 6 dənə də ağız suyu vəzisidir. 3 cüt iri deyirik. Çənəaltı, qulaqyanı, dilaltı hərəsindən 2. Bunlar iri olanlar da, yadda saxlayın. Ağızda en qədər vəzi var, çoxdur vəzilərin sayı. İridən söhbət gedir. Və bu qaraciyər mədə-altı vəzin axarı dedik ki, 12 barmaq bağırsağa açılır da. Ağız suyu vəzlərinin də axarı açılır ağız boşluğuna. Baxıram 55-ə. Həzm kanalına kanaldan kənarda yerləşən cəmi neçə iri həzm vəzin axacağı açılır? 8, biri qaraciyər, biri mədə-altı vəzi, 6-sı da ağız suyu vəzisi. Cəmi 8 ədəddir. 56-da deyir ki, neçəsinin axacağı 12 barmaq bağırsağı açılır? 6-sı ağza, 2-si isə 12 barmaq bağırsağı açılır. Yəni qaraciyərlə mədə-altı vəzi. İnsanın həzm kanalında züalların həzmə uğradığı ardıcıl mühitlər, təkrar gedək, ağızda parçalandı mədədə, sonra isə nazik bağırsaqda. Mədədə mühit turşdur, nazik bağırsaqda isə qələvidir. Turş və qələvi olmalıdır ardıcıl şəkildə. 58-də soruşur. Normal ontogenez zamanı 13 yaşlı uşaqda alt çənədə bütün kəsici dişlər çıxarılarsa, qalan dişlərin sayının yetkin insanda olan dişlərin sayına nisbəti. Əvvəla yazaq. 13 yaşlı uşağın neçə dişi var? 28. Bütün kəsici dişlərini çıxartdılar. Çıx 8. 8 dənə kəsici diş var axı. Qaldı 20.
20-nin yetkin insanda olan dişlərin sayına nisbəti, yəni 32-yə nisbətini soruşur. 4-ə ixtisar gedir 5, 4-ə ixtisar gedir 8, 5-in 8-ə olan nisbətinə bərabərdir. İndi, üzr istəyirəm. Alt çənədə olanları çıxardırsa, 4-ünü çıxardır cəmi. Onda olacaq 24-ün 32-yə nisbəti 8-ə getdi 3, 8-ə getdi 4. 3-ün 4-ə nisbət Y variantı. 59-a baxıram. 13 yaşlı uşaqda bu dəfə bütün köpək dişləri çıxarıldı. Yenə 28 dişi var. Köpək dişləri, yəni 4 dənəsi çıxdısa qaldı 24-ü. Yetkin insanda olan dişlərin sayına, yəni 32-yə nisbəti deyəndə 3-ün 4-ə bərabər oldu D variantı. 60-cı sualda isə hansı qrafik qidadakı zülalların insanın həzm kanalından keçməsi zamanı həzm şirələrinin təsirindən əmələ gələn amin turşularının miqdarının dəyişməsini göstərir. Qrafiklərdən qorxmuruq. Burada çətin, anlaşılmayan heç nə yoxdur. Zülalların həzmini göstərmək üçün sizə burada amin turşuları göstərib. Harda ki, zülal həzmə uğrayır, orada amin turşunun sayı artacaq. Amin turşusunun sayının artması o deməkdir ki, yəni zülal parçalanıb. Zülal parçalanmalıdır ki, amin turşu yaransın, sayı artsın. Aydındırmı? İndi, orada amin turşunun sayı artmalıdır ki, orada zülallar həzmə uğrasın. Məsələn, baxıram birinci ilə A variantına, görürəm ki, ağızda qrafik sıfırdadır, amin turşu yoxdur. Bəli, tamamilə doğrudur. Axı, ağızda zülal parçalanmır, necə amin turşu yarana bilər? Mədədə başlayıb, 12 barmaq bağırsaqda da davam edib, amin turşuların sayı arta-arta gedib, tamamilə doğrudur. Çünki həm mədədə, həm 12 barmaq bağırsaqda zülal parçalanır. Cavab oldu A. Yenə də digərlərinə də təhlil eləyək. Məsələn, B və C variantında göstərir ki, ağızda amin turşuların miqdarı artıb, mədədə sabit qalıb. Ağızda o vaxt amin turşuların miqdarı artar ki, gərək burada zülal parçalansın. Yanlışdır. Azala-azala getməsi o deməkdir ki, burada zülal sintezi olunur. Bu qrafikdə yanlışdır. Y-də isə yenə səhvdir. Ağızda artıb deməsi yanlışdır. 61-ə baxaq. İnsanda həzm kanalının hansı şöbəsi əsasən döş boşluğunda yerləşir? Açın, baxın şəkilə. Qida borusu yerləşir döş boşluğunda. 62-ci suala baxırıq. Şəklə əsasən hansı ifadə doğru deyil? Şəkildə birinci qida borusu, 2 rəqəmi ilə 12 barmaq bağırsaq, 3 rəqəmi ilə də mədə göstərilib. Deyir ki, 3-də süd yağlarını parçalayan fermentlər var. Tamamilə doğrudur. Mədədə lipaza fermenti sintez olunur, hansı ki, süd yağlarının parçalanmasını həyata keçirir. 1-ə yağlar, karbohidratlar, zülallar daxil olur. Bu da doğrudur. Çünki ağızdan qida borusuna 1-ə, yəni yağ, zülal, karbohidrat qidanın tərkibində gəlir. 3-ün şirəsinin fermentləri karbohidratları həzm etmir. Tamamilə doğrudur. Mədədə karbohidrat həzmə uğramır. 63-də, daha doğrusu D variantında 3-də gliserin və yağ turşuları yoxdur deyir. Səhv cavabımız bu olacaq. Niyə? 3-də gliserin və yağ turşusunun olması o deməkdir ki, 3-də yağ parçalanmır. Yəni 3-də yağ parçalanmır deyə demək istəyir. Burada gliserin və yağ turşusu əmələ gəlmir. Yağın parçalanma məhsulları gliserin və yağ turşusudur. Əgər deyirsə ki, 3-də yağ parçalanmır, yanlış deyir. Çünki 3-də bitki yağı parçalanmasa da süd yağları parçalanmaya uğrayır və gliserin yağ turşusu əmələ gəlir. Y-də deyir 2-yə karbohidratlar daxil olur, tamamilə doğrudur. Həzm kanalı boyunca biz bu üzvü maddəyə rast gələ bilərik. 63-cü sualda yenə şəklə əsasən hansı ifadənin doğru olmasını istəyir. Şəklə baxaq. 3-ün şirəsinin fermentləri karbohidratları həzm edir. Tamamilə yanlışdır. Mədədə karbohidrat parçalanmır. B-də deyir ki, 1-ə yağlar, karbohidratlar, zülallar daxil olmur. Niyə ki? Ağızda qidanın tərkibində zülal, yağ, karbohidrat keçir qida borusuna, oradan mədəyə və s. C-də deyir ki, 2-də heyvan mənşəli yağların parçalanması baş verir. Tamamilə doğrudur. 12 barmaq bağırsaqda, yəni nazik bağırsaqda zülal, yağ, karbohidrat həzmə uğrayır. 3-də deyir, süd yağlarını parçalayan ferment yoxdur. Yanlışdır. Burada lipaza süd yağ
yağlarını parçalayır. 2-də amin turşuları yoxdur deyir. 12 barmaq bağırsaqda zülal parçalandığı üçün burada təbii ki, amin turşu da olacaq. 64-də baxırıq. İnsanın yoğun bağırsağında yaşayan faydalı bakteriyaların sayı bir qədər artarsa, orada nə baş verər? Zülalların həzm olunmuş məhsullarının parçalanmasına təsir göstərmir bunlar. Selülozanın parçalanmasına təsir göstərirlər. O da əgər sayları artsa, zəifləməz, daha da artar. Xəstəlik törədən mikrobların sayı artar. Xeyr, əksinə bu faydalı bakteriyalar xəstəlik törədən mikrobları da dedik ki, təsir göstərirlər, azaldırlar yəni. Amma bunlar K və B vitamini sintez etdiklərinə görə bu bakteriyaların sayı artsa, vitaminlərin sintezi də artacaq. Y variantında deyir ki, qida qalıqlarının bağırsaqda qalma müddəti artar. Bu da yanlışdır. Keçirik indi 65-ə. İnsanın yoğun bağırsağında yaşayan faydalı bağırsaq çöplərinin sayı azalarsa, orada nə baş verər? Selulozanın parçalanması sürətlənməz, daha da zəifləyər. Axı sayları azalır. Bəzi vitaminlərin sintezi zəifləyər. Tamamilə doğrudur. Bakteriyalar azalacağı üçün vitaminlərin sintezi də zəifləyəcək. 66-ya baxırıq. İnsanın həzm kanalının hansı şöbəsində sərbəst amin turşuların miqdarı daha çoxdur? Udulaqda xeyir, çünki ağızda zülal parçalanmayıb, udulaq yanlışdır, qida borusu yanlışdır. Kör bağırsaq yanlışdır. Baxın C-yə. Həzm kanalının ən uzun şöbəsində burada zülallar daha çox həzmə uğradığı üçün mədədən də daha çox burada amin turşuların miqdarı da çox olacaq. Cavab C variantı. 67-yə baxırıq. İnsanın həzm kanalının hansı şöbəsində sərbəst yağ turşularının miqdarı daha çox olar. Yenə eyni ilə nazik bağırsaqda, yəni həzm kanalının ən uzun şöbəsində. 68-də soruşur, həzm kanalından kənarda yerləşən vəzləri qaraciyər və mədə-altı vəz götürə bilərəm. Mədə burada yazıb, bağırsaq, mədə, bağırsaq. Bunlar zaten həzm kanalının özünə aiddir. Mədə-altı vəzlə qaraciyər isə kənardan bu həzm kanalına təsir göstərirlər. 69-cu sualda həzm kanalının daxili divarında yerləşən vəzlər mədə-altı vəz kanaldan kənardadır. Qaraciyər kanaldan kənardadır. Qaraciyər kanaldan kənardadır. Mədə-altı vəz də həmçinin kanaldan kənardadır. Cavab oldu burada C variantı. 70-ə baxırıq. 4 yaşlı uşağın ağzında normada neçə azı dişi olar? Bunun böyük azı dişləri çıxmadığına görə cəmi 8 dənə kiçik azı dişi olar. 71-ci sualda isə böyük azı dişlərini soruşur. 14 yaşlı yeniyetmədə artıq daimi dişlər çıxıb. Amma böyük azı dişləri 12 dənə deyil, ağıl dişləri çıxmadığına görə 8 ədəddir. Cavab oldu A variantı. 72-ci sual yenə diş. Həkim dişlərini müayinə etdirən şəxsə sayı alt çənədəki kəsici dişlərin sayına bərabər, yəni 4 ədəd olan dişlərinin müalicəyə ehtiyacı olduğunu söyləyir. Neçə dişi müalicə olunmalıdır? 4. 73-ə baxırıq. Hormon ifraz edən həzm vəzi şəkildə hansı rəqəmlə işarə olunub? Hormonu ifraz edəcək mədə-altı vəz həzm kanalında, çünki onun daxili sekresiya funksiyası da var. Mədə-altı vəz də burada mədənin arxa alt hissəsində yerləşir. Cavab oldu Y variantı. 74-cü sualda həzm kanalında fermentlərin təsirindən karbohidratlar ardıcıl olaraq hansı mühitlərdə parçalanır deyir. Karbohidratın parçalanması başlayır ağızda, mədədə parçalanmır, sonra da nazik bağırsaqda. Ağızda mühit zəif qələvidir, nazik bağırsaqda qələvidir. Cavab oldu C variantı. 75-də baxırıq. Aşağıda ox qoyulan orqan haqqında deyilən fikirlərdən hansı düzdür? Mədə-altı vəz şəkildə göstərilib. Çanaq boşluğunda yerləşmir, qarın boşluğunda yerləşir. Yalnız xarici sekresiya vəzisi deyil, qarışıq sekresiya vəzisidir. Yəni həm daxili, həm xarici sekresiya funksiyası var. Axacaqları kör bağırsağa açılır, xeyr, nazik bağırsağa açılır. Funksiyasının pozulması pankreatit xəstəliyinə səbəb ola bilər, tamamilə doğrudur.
Elə düzgün cavab kimi bunu götürəcəyik. Funksiyasının pozulması enterokolit xəstəliyinə səbəb olar. Bu isə yanlışdır. Enterokolit nazik bağırsağın funksiyası pozulması zamanı baş verən xəstəlikdir. Yəni nazik bağırsaqla əlaqəli olan xəstəlikdir. Keçirik indi 76-ya. Eylerveyn diaqramına əsasən uyğunluğu müəyyən edin. Xarici sekresiya vəzisidir qaraciyər. Çünki mədaaltı vəz qarışıq sekresiya vəzisidir. Həm xarici, həm daxili. Həzm kanalından kənarda yerləşən vəzisidir. Hər ikisi kanaldan kənarda yerləşir. Kanal biz ona deyirik ki, uşaqlar, qida o kanal boyunca hərəkət edir. Məsələn, ağızdan udlağa, udlaqdan qida borusuna, qida borusundan mədəyə, mədədən nazik bağırsağa, nazik bağırsaqdan yoğun bağırsağa və anus vasitəsilə xaric olur. Axı mən bu qədər danışanda heç vaxt demirəm qida getdi, düşdü qaraciyərə, mədaaltı vəziyə. Qaraciyərlə mədaaltı vəziyə qida gedib düşmədiyinə görə mən ona həzm kanalı demirəm. Onlar kanaldan kənardadırlar. Bəli, təsir göstərirlər. Amma həzm kanalında yerləşmirlər. Qarışıq sekresiya vəzisidir. Mədaaltı vəz təkdir. Hər ikisindən bir ədəddir. Axacağı 12 barmaq bağırsağı açılır hər ikisinin. Funksiyasının pozulması pankreatitə səbəb olur. Mədaaltı vəz, altı burada amilaza ilə bağlıdır. Funksiyasının pozulması sirroz xəstəliyinə səbəb olur. Bu qaraciyərə aiddir. Qarın boşluğunda yerləşir hər ikisi. X-də 3-6, Y-də 2-4-5-8, Z-də isə 1-7, deyəsən ilə A variantı oldu. Bəli. 77-yə baxırıq. Ödə aid xüsusiyyətlərdən hansı düzgündür? Öd yağların həzmini asanlaşdırır. Öd bioloji fəal maddədir. Ferment deyil. Yağı gliserin yağ turşusuna parçalamır. Yalnızca bu yağların həzmini daha da asanlaşdırır. Funksiyalarından biri budur. Eyni zamanda ADYK vitaminlərinin sorulmasını asanlaşdırır, bağırsağın işini sürətləndirir və s. İnsanın həzm kanalında zülalların iki fərqli mühitdə parçalandığını söyləmək olarmı? Zülallar həzm kanalında, mədədə və nazik bağırsaqda parçalanır. Mədədə mühit turşdur, nazik bağırsaqda qələvidir. Deməli, bir dəfə turş, bir dəfə qələvi mühitdə parçalanır. Söyləmək olar. Çünki onlar həm turş, həm də qələvi mühitdə parçalanırlar. Cavab oldu C variantı. 79-a baxıram. Nə üçün qusan uşağı bir yanı üstə uzadırlar? Qusuntu kütləsi gedib nəfəs borusuna düşməsin deyə arxası üstə uzatmaq olmaz. Y-də cavab. İnsanın həzm prosesinə aid deyil. Qidanın kimyəvi dəyişikliyi, mexaniki dəyişikliyi hər ikisi aiddir. Qidanı dişlərimiz vasitəsilə xırdalamağımız da həzmdir, mexaniki həzmdir. Fermentlərin təsirindən parçalanması da həzmdir. Bu da kimyəvi həzmdir. Fermentlər iştirak edir, su iştirak edir, istiliyin udulması isə yanlışdır. Bayaq dediyim kimi həzm prosesi parçalanma prosesidir. Yəni energetik mübarilərdə burada nəsə parçalanır və parçalanma zamanı da istilik ayrılır, əksinə, yəni udulmur. Gəldik indi 81-ci suala, məsələdir. Rəqəmləri almağımız üçün düzgün, vahidlərə düzgün diqqət yetirməliyik. Bilirik ki, nazik bağırsağın hər kvadrat santimetrində 2500 xov mövcuddur. Bizə 5 kvadrat millimetrdə olanı x verib. X-i tapıb 4x-in yerində qoyacağıq. Belə. Sonra da buna uyğun y-lə bir daha hesablama aparacağıq. İndi
Birinci nəyinədir? Mən rəqəmim, bildiyim rəqəmim hər kvadrat santimetrdə 2500 xov var. Santimetr kvadratı millimetr kvadratına çevirdim. 100 millimetr kvadratda 2500 xov varsa, 5 millimetr kvadratda x qədər. Buradakı x-i tapdım, yəni 125 xov var. 125-i gətirib x-in yerində qoyuram. Cavab olur 500. İndi neçə santimetr kvadratda 500 olar? Bunu tapmaq üçün bir dənə də tənasüb qururam. 1 kvadrat santimetrdə 2500 xov varsa, y kvadrat santimetrdə 500 xov olar. Y-i tapanda 500-ü 2500-ə bölürəm. İxtisar getdi, qalır 5-də 1, o da 0,2-yə bərabərdir. Cavab oldu burada Y variantı. Keçirik 82-ci suala. 3 şəxsdə olan azad işlərinin sayı aşağıdakı qrafikdə əks olunmuşdur. Deməli, birinin 20 dənə azad işi var, birinin 16 dənə, birinin də 8 dənə. Deyək, niyə belədir? 8 dənə azad işi olan, yəni x-də təkcə süd dişləridir, kiçik azıdır ancaq 8 dənə. Y-də görürsünüz 20 dənədir. Bunun həm böyük azad dişləri çıxıb, həm kiçik azad dişləri çıxıb. 12 böyük azı, 8 kiçik azısı var. Demək, bunun yaşı 16-dan çoxdur. Z şəxsinin isə 16 dənə azad dişi var. 8-i zaten kiçik azıdır. 8 dənə də böyük azı var. Bu deməkdir ki, bu 16 yaşdan aşağıdır. Nə deyir bizə? Qoy bu aldıqlarımı burada yazım. X-də süd dişləri çıxıb. X-də süd. Y 16 yaşdan yuxarıdır, Z 16 yaşdan aşağıdır. Səhv eləmirəmsə belə aldıq. Baxaq indi. Y-də ümumi dişlərin sayı köpək dişlərinin sayından 8 dəfə çoxdur. Bunun 32 dişi var. 16 yaşdan keçdiyinə görə 32 daimi dişi var. Köpək dişləri 4 ədəddir. Demək, bundan 8 dəfə çoxdur. A düzgün gəlir. B-yə baxıram. Ağıl dişləri yenicə çıxmışdır. Z-in xeyr. 16 yaşdan aşağı olduğuna görə ağıl dişləri çıxmamışdır. C-də deyir ki, X-də bütün kiçik azı dişləri çıxıb. Bu da yanlışdır. Təkcə süd dişləri. Bir dəqiqə, bütün kiçik, kiçik azı deyirsə çıxıb. Süd dişlərində bütün kiçik azı dişləri var. 4 dənə köpək, 8 kiçik azı, 8-də kəsici dişi olur. D-də deyir ki, X kəsici dişlərin sayı azı dişlərin sayına bərabərdir. Burada 8 kəsici diş var, 8-də kiçik azı var, doğrudur. Y yaşca Z-dən böyükdür, tamamilə doğrudur. Y 16 yaşdan yuxarı, Z isə 16 yaşdan aşağı tapdıq. 83-cü suala baxıram. X, Y, Z üzvü birləşmələri verilib. Ağız suyu vəzlərinin, mədə vəzlərinin və mədə-altı vəznin təsirindən parçalanmasını görürük burada. Mədə-altı vəz X, Y, Z-ə hər üçünə təsir göstərir. Bu bizə kömək olmayacaq. Zülal yağ, karbohidrata biz bilirik ki, mədə-altı vəz zaten təsir göstərir. Digərlərinə baxaq. Baxın, Y-ə. Görürsünüz, burada Y ağız suyu vəznin təsirindən parçalanıb. Ağızda yalnız karbohidrat parçalanmırmı? Demək, mən tam əminəm ki, artıq Y burada karbohidratdır. Bitki yağı yox, zülal yox. Zülal yox, yanlışdır. Başqa mənə nə kömək ola bilər? X-də mədə vəzlərinin təsirindən parçalanıb, bitki yağı ola bilməz. Mədədə bitki yağı parçalanmır. Demək, cavab B variantıdır. X zülaldır. Mədə və mədə-altı vəzin fermentlərinin təsirindən parçalanıb. Y burada karbohidratdır. Çünki ağız suyu vəzlərinin təsirindən təkcə karbohidrat parçalanır. Z isə bitki yağıdır. Nə mədədə, nə ağız suyunda parçalanmır. Təkcə mədə-altı vəz. 84-də də baxaq. Burada da X, Y, Z-lə həzm vəzlərini verib. Digər hissədə üzvü birləşmələri verib. Görürəm ki, Y-də zülal parçalanıb, karbohidrat və bitki yağı parçalanmayıb. Deyirəm, onda bura mədədir. Çünki karbohidrat və bitki yağı parçalanmayıb. X-də ağız suyudur. Çünki təkcə karbohidrat parçalanıb. Bura uyğun gələn elə Y variantıdır. Görürsünüz, çıxan kimi tapıram. Ağız suyu vəzlərinin təsirindən təkcə karbohidrat, mədə vəzlərinin təsirindən zülal, yəni karbohidrat və bitki yağı parçalanmır. Süd yağı olsaydı götürərdik.
Mədə-altı vəznin təsirindən isə həm zülal, həm karbohidrat, həm də yağ parçalanır. Keçirik 85-ci suala. Həzm kanalından kənarda yerləşmiş həzm vəzlərindən hansılar yağları həzmə uğradan fermentlər ifraz edir? Mən buradan tez qaraciyərləri çıxdım 3 variantdan. Qaraciyər öd hazırlayır. Öd bioloji fəal maddədir, ferment deyildir. Ağız suyu vəziləri də yağ həzm edən maddə ferment ifraz etmir. Ona görə cavabım olur yalnız mədə-altı vəzi. Sağlam insan orqanizminin həzm sisteminin orqanları ilə onların funksiyaları arasındakı uyğunluğu müəyyən edin. Bir dənə şəklə kitabdan baxacağım, dəqiq olsun. Nə verilib şəkillərdə? Burada. Bir də ağız suyu, yəni göstərilir. 2 rəqəmi ilə qaraciyər, 4 rəqəmi ilə mədə, 5 rəqəmi ilə nazik bağırsağın ilk hissəsi olan 12 barmaq bağırsaq, 3 rəqəmi ilə də yoğun bağırsaq verilmişdir. İndi verilənləri uyğunlaşdıraq. Glikozanın artığı glikogen şəklində toplanır. Bu qaraciyərin funksiyasıdır. Qanda şəkərin miqdarı çoxaldıqda biz deyirik ki, qaraciyər insulinin, glikoqonun hədəf orqanıdır, yəni təsir göstərdiyi orqandır. Belə deyək, glikoza çox olanda bunun artığı çevrilir glikogenə. Baxın, glikoza sadədir, çevrilir glikogenə. Elə bir sadə bir şeyi mürəkkəbləşdirir ki, onu özündə saxlasın, ehtiyat kimi depoluyur. Lazım gələndə, yəni qanda şəkərin miqdarı azalanda, glikoza çatışmayanda həmin glikogen yenidən glikozaya çevrilir. İndi X aid oldu qaraciyərə, yazdım bura. Qida ilə qəbul olunan karbohidratların parçalanması başlayır ağızda. Selülozanın bakteriyal parçalanması yoğun bağırsaqda baş verir. Dedik ki, burada bağırsaq çöpü bakteriyaları var ki, selülozanın parçalanmasını sürətləndirirlər. K-da deyir ki, ödün iştirakı ilə turş qida horrasının neytrallaşması başlayır. Yadda saxlayırıq. Mədədən nazik bağırsağa turş qida horrası gəlir də. Amma nazik bağırsaqda mühit turş deyil. Turş olmasın zaten, bu ishal yaradar. Nazik bağırsaqda mühit qələvidir. Bunu qələviləşdirəndə, loru dildə başa salıram, öddür. Yəni, öd qoymur nazik bağırsağın mühiti turş olsun. F isə heyvani yağların parçalanması başlayır deyir. Bunu mədəyə aid edək. Çünki lipazanın təsirindən süd yağları parçalanır. Bu da heyvani yağdır. 1-də oldu Y, X-də oldu 2. Z-də oldu 3, K-da oldu 5, F-də də oldu 4, A variantı oldu. 86-da olacaq cavab A variantı. Keçirim 87-yə. Eylervin diaqramına əsasən uyğunluğu müəyyən edin. Qaraciyərin zədələnməsi sirroz xəstəliyinə səbəb olar. Hər ikisi qarın boşluğunda yerləşir. Əzələ qatında uzunluğuna, eninə və köndələn sayı əzələlər yerləşir. Bu mədəyə aiddir. Bu əzələlərdə mən həmişə deyirəm ki, bunu paltar yumağa bənzədin. Elə bil eninə, uzunluğuna. Bu əzələlər o qədər yığılır ki, qida möhtəviyyəti həmin o mədə şirəsi ilə qarışır. 3 aid oldu mədəyə. İfraz etdiyi maddə mədə-altı vəznin fermentlərini aktivləşdirir. Bu qaraciyərə aiddir. Ödün təsirindən mədə-altı vəzin fermentləri aktivləşir. 5-də deyir ki, fermentləri, karbohidratları parçalamır. Bu mədəyə, bir dəqiqə, fermentləri, karbohidratları parçalamır. Bu ortaq xüsusiyyətdir. Nə öd, nə mədə karbohidratlara təsir göstərmir. 6-da isə deyir ki, həzm kanalının ən geniş hissəsidir. Ən geniş hissəsi mədədir. Ən uzun hissəsi nazik bağırsaqdır. X-də oldu 1-4, Y-də 2-5, Z-də isə 3-6. Baxıq görək, uyğunlaşmır. Haradasa səhv eləmişik. 5-im, fermentləri, karbohidratları
Parçalanma. Hə, niyə 5-i mədəyə aid eləyəcəyik? Əslində qaraciyərdə qaraciyərin hazırladığı öd də karbohidratları parçalanmır, məntiqlə. Amma axı heç qaraciyərin fermenti yoxdur. Ona görə bu 5-i bura aid eləyiblər yəqin. Ona görə X-də 1 4, Y-də 2, Z-də 3 5 6. Aha, bu uyğun gəldi. Cavab oldu A variantı. Gecə saat 12-dir, beynim biraz durub. Hə, 88-ə baxırıq. Cədvəldə insanın müxtəlif cür dişlərinin bəzi xüsusiyyətləri verilmişdir. Buna əsasən hansı ifadə doğrudur? X dişi 16 yaşından sonra çıxır. Tapdıq. Ağıl dişi. Öz diş növü ilə qonşu deyilə çıx qoyub. Axı öz diş növü ilə qonşudur. Bir tərəfində böyük azı dişi var. Y-ə baxıram. Öz diş növü ilə qonşu deyil. Deməli, Y köpək dişidir. Bir tərəfində kəsici, bir tərəfində kiçik azıdır. Z isə həm öz diş növü ilə qonşudur, həm də daimi dişlə qonşudur. Bax, burada nəyi götürərəm? Kəsici dişin bir tərəfində köpək dişi, bir tərəfində yenə kəsici diş var. Deməli, Z-ə kəsici götürə bilərəm. Köpək dişini götürmürəm. Çünki o öz diş növü ilə ümumiyyətlə qonşu deyil. Kiçik azı dişi də bir tərəfdən köpək dişi ilə, bir tərəfdən də kiçik azı dişi ilə qonşu ola bilir. Yəni həm öz diş növü ilə, həm daimi dişlə qonşu ola bilər. Buna ikisini də yazdıq. Gəlin variantlara baxaq. X-in yetkin insanda sayı 8 ədəddir. Yanlışdır. Ağıl dişi 4 ədəddir. Sonra B-də deyir ki, Y kəsici və kiçik azı dişi ilə qonşu olur. Bəli, Y köpək dişidir. Bir tərəfdən kəsici dişdən, bir tərəfdən də kiçik azı dişi ilə qonşudur. C-də deyir ki, Z-in yetkin insanda sayı 12 ədəddir. Yanlışdır. Kəsici diş də 8-dir, kiçik azı da 8-dir. Normal ontogenez zamanı X və Z dişləri birlikdə 8 dəfə çıxır. 8 dəfə çıxır nədir? Aha, başa düşdüm. Biri 2 dəfə, biri də 2 dəfə çıxa bilər də. 8 dəfə niyə ki? Bir dəfə süd dişi kimi, bir dəfə daimi diş kimi hər dişə aiddir. Bu da 4 edir. Y-də isə deyir ki, X və Y dişləri bilavasitə qonşudur. Xeyr. Ağıl dişi harda, köpək dişi harda qonşu deyirlər. Cavab oldu B variantı. Keçirik 89-a. İnsanın orqanı olaraq mədə verib burada. İki bədən boşluğunda yerləşərək ona birləşən orqan qida borusudur. Yadda saxlayırıq. Qida borusu həm döş boşluğunda, həm də qarın boşluğunda yerləşir. Şəkildəki orqanın şirə ifrazını gücləndirən sinirlər, simpatik sinirlər mədənin işini azaldır, zəiflədir. Parasimpatik isə artırır, əksinə. Şəkildəki orqanın fermentlərinin təsirindən kimyəvi parçalanmaya məruz qalmayan üzvü birləşmələr. Burada karbohidratlar da ola bilər, bitki yağları da ola bilər. Görək nə verib bizə? X olmalıdır qida borusu, Y olmalıdır parasimpatik, C-də polisaxarid. Bu variant uyğun gəldi. 89-da C variantı. 90-a baxırıq. X, Y və Z maddələrinin biri nişasta, biri yağ, biri isə zülaldır. Təcrübələrin nəticələrinə görə bu maddələri müəyyən etməyimizi istəyir. İndi ağız suyuna X və Y əlavə etdikdə yalnız Y parçalanıb. Yalnız Y parçalanıb mənə deyir ki, Y karbohidratdır. Mədə şirəsinə Y və Z əlavə etdikdə də görürsünüz, yalnız Z parçalanıb. Demək, Y buradan da karbohidrat olması təsdiqlənir. Z isə ya süd yağıdır, ya da zülaldır. Sonra mədadı vəzin şirəsi və öddən X və Z-dən hər ikisi parçalanıb. Mən Y-ə gəlin karbohidrat götürürüm. Z məndə zülal olacaq. X isə yağ olacaq. Aha, əla. C variantı uyğun gəlir burada. Keçdik indi 91-ci suala. Yalnız nazik bağırsağa aid olanları müəyyən edin deyir bizə.
Yalnız nazik bağırsağı, yalnız sözünə diqqət eləyirəm. İşi sinir və humoral yolla tənzimlənir. Bu ümumiyyətlə həzm sistemi orqanlarına aiddir. Sutkada 2,5 litr şirə ifraz olunur, mədəyə aiddir. Yağların həzmi yalnız nazik bağırsaqda getmir, çünki mədədə süd yağları həzm olunur. Zülalların həzmi də mədədə gedir, yalnız nazik bağırsaq deyə bilmərəm. Kimyəvi çevrilməyə uğramış qida maddələri qana və limfaya keçir. Bəli, yalnızca bu nazik bağırsağa aiddir. Axarı bu bağırsağa açılan orqan zərərli maddələri zərərsizləşdirir. Tamamilə doğrudur. Qaraciyərin axarı nazik bağırsağın birinci şöbəsi olan 12 barmaq bağırsağa açılır. Cavab oldu 5 və 6. Sonra 92-yə baxıram. Həzm kanalında fermentlərin təsirindən hansı parçalanma baş verməz? Zülal amin turşusuna parçalanar. Zülal polimer birləşmədir. Monomeri də amin turşularıdır. İki baş verməyəcək yağ karbohidratın sadəsinə, zülalın sadəsinə niyə parçalansın ki? Mürəkkəb karbohidratlar glikozlaya parçalanacaq, doğrudur. Yağ gliserin yağ turşusuna parçalanacaq. Zülal glikoza və gliserinə deyil, amin turşularına parçalana bilər. 6-da deyir, mürəkkəb karbohidratlar gliserin və amin turşusuna yanlışdır. Gliserin yağın, amin turşu isə zülalın parçalama məhsuludur. Baş verməyənləri soruşur bizdən. Bura aiddir 2, 5 və 6. 93-də soruşur insanın mədə divarlarında hansılar olar? Enlə zolaqlı əzələ burada deyil, ürəkdə və skeletdə deyirik. Saya əzələ var, çünki daxili orqandır. Xovlar nazik bağırsaqdadır. Daxili deyil, xarici sekresiya vəzləri var, çünki bu orqan boşluğuna açılır. 94-də baxırıq. Həzm kanalında zülallar bir-birindən kəskin fərqlənən iki mühitdə parçalanır. Tamamilə doğrudur. Həm mədədə, həm də nazik bağırsaqda. Həzm kanalında üzvü maddələrin parçalanmasında yalnız daxili sekresiya vəzləri iştirak edir. Yalnız daxili sekresiya vəzləri yanlışdır. Niyə ki? Məsələn, ağız suyu vəzlərimiz xarici sekresiya vəzsidir, məsələn, daxili deyil ki. İndi 3-ə baxıram. Həzm kanalından kənarda yalnız 6 iri xarici sekresiya vəzsi var. Bu da səhvdir. Çünki 8 iri xarici sekresiya vəzsi var. 5-ə baxıram, yox, 4-ə baxıram. Həzm kanalında öd yağların həzmini asanlaşdırır. Öd yağların həzmini asanlaşdırır. Tamamilə doğrudur, bəli. Həzm kanalında nazik bağırsaq açılır və yağların həzmini asanlaşdırır. 5-ə baxaq, öd, mədə-altı vəzin fermentlərini aktivləşdirir. Tamamilə doğrudur. Hər ikisi dedik ki, nazik bağırsağı açılır. Öd həmçinin mədə-altı vəz fermentlərinə də aktivləşməsinə təsir göstərir. 6-cıda isə deyək ki, su yoğun bağırsaqdan sorulur. Düzdür bu da. Sudur dedik, mineral maddələrdir, vitamindir, alkoqoldur. Bunların hamısının sorulması yoğun bağırsaqdan deməli baş verir. Sonra nəyə baxırıq? 1, 4, 5, 6 oldu burada. 95-ə. İnsan üçün yoğun bağırsağa aid xüsusiyyətlər hansılar ola bilər? Birinci deyir ki, ADK vitaminlərinin sorulmasını asanlaşdırır. Bu, yoğun bağırsağın deyil, ödün funksiyasıdır. Bu, deməli, yağda həll olan vitaminlərin sorulması asanlaşdırır. Belə yadda saxlayın da, yağların həzmini asanlaşdırır, həm də yağda həll olan vitaminlərin sorulmasını asanlaşdırır. Yoğun bağırsağa aid deyil. Bəzi bakteriyaların yaşadığı yerdir. Tamamilə doğrudur. Bağırsaq çöpü bakteriyaları burada yaşayır. 3-də deyir ki, sellulozanın bakteriyal parçalanması gedir. Tamamilə doğrudur. Burada bağırsaq çöpü bakteriyaları sellulozanın parçalanmasında da iştirak edirlər. Suyun çox hissəsi və vitaminlər buradan sorulur, düzdür. Yağların həzmini asanlaşdırır, ödə aiddir. Zərərli maddələri zərərsizləşdirir, qaraciyərə aiddir. Doğrudur burada 2, 3 və 4. 96-da insanda həzm kanalının ən uzun şöbəsindən qanı qarın boşluğunun sağ hissəsində yerləşən orqana gətirən damar, ən uzun şöbəsindən, yəni nazik bağırsaqdan qarın boşluğunun sağ hissəsində yerləşən, yəni qaraciyərə gətirən damar
vena damarıdır. İçərisində qidalı maddələri daşıyır. Yəni nazik bağırsaqdan qidalı maddələr birbaşa qana sorulur. Tərkibində qidalı maddə çoxdur. Gəlir o qaraciyərə zərərli maddələrdən zərərsizləşmək üçün. Deməli bunlardan qida maddələri ən çoxdur, zəhərli maddələr də çoxdur, az deyil. Arterial deyil, venoz qandır. Çünki ağciyərdən gəlmir axı bura, qaraciyərə düzdür. Deyərsiniz ki, orqana venoz qan daxil olur. Bəli, qaraciyərə həm arteriya damarı, həm vena damarı daxil olur. Daxil olan vena damarı bağırsaqdan gəldiyinə görə içərisində venoz qan gətirir. Karbon qazı ilə zəngin olan qan gətirir. Qaraciyər arteriyası isə arterial qan gətirir. Aydındırmı? Qaraciyərdən çıxan vena damarında isə venoz qandır. İndi cavab oldu 2 və 4. 97-yə baxırıq. Həzm kanalının ən geniş hissəsi mədədir. Zülalların kimyəvi həzminin başlandığı orqandır. Tamamilə doğrudur. Ağızda parçalanmır, mədədə başlayır. Bitki yağlarının və karbohidratların fermentlərin təsirindən parçalandığı orqandır. Tamamilə yanlışdır. Mədədə nə karbohidrat, nə bitki yağı parçalanmır. Yalnızca zülal və süd yağı. Xovlar vasitəsilə sorulma prosesi mədədə deyil, nazik bağırsaqda həyata keçirilir. Sonra qidanın fiziki və kimyəvi çevrilməyə məruz qaldığı orqandır. Əlbəttə ki, burada həm məsələn deyirik ya, yığılır əzələlər, qida kütləsi qarışır. Həm burada fiziki, həm də fermentlərin təsirindən kimyəvi çevrilmə baş verir. 1 və 4 doğrudur. 98-də insanda fərdi inkişaf zamanı, ontogenez zamanı çıxan. Ontogenez zamanı çıxan deyəndə burada həm süd dişlərini, həm də daimi dişləri nəzərə alırıq. Kiçik ağzı dişləri ümumilikdə 8 ədəddir. 2 dəfə çıxdığına görə 16. Böyük ağzı dişləri isə 1 dəfə çıxır, cəmi 12. 16 12-dən çox olur. 1 tamamilə doğrudur. 2-yə baxırıq. Kəsici diş 8 ədəddir. 2 dəfə çıxır 16. Kiçik ağzı dişi də 8 ədəddir. 2 dəfə çıxır 16. Tamamilə doğrudur. Köpək dişlərinin sayı kəsici dişlərin sayına bərabər olur. Köpək dişi 4 ədəddir. 2 dəfə çıxır 8. Kəsici diş 8 ədəddir. 2 dəfə çıxır 16. 2 dəfə deyəndə nə nəzərdə tuturam? Həm süd dişi kimi, həm daimi diş kimi. 8 16-ya bərabər deyil. Bu yanlışdır. Kəsici dişlərin sayı kiçik ağzı dişlərin sayından çox olur. Kəsici diş 8 ədəddir. 2 dəfə çıxır 16. Kiçik ağzı 8 ədəddir. 2 dəfə çıxır 16. Bərabər olmalı idi. Sayından çox olur deyir. Səhvdir. Doğru olanlar 1 və 2-dir. 99-a baxırıq. Yenə bu süd daimi dişləri ilə bağlı soruşur. Ontogenez zamanı köpək dişi 4 ədəddir. 2 dəfə çıxır 8. Kəsici diş 8 ədəddir. 2 dəfə çıxır 16 və bərabər deyil. İkinci üzr istəyirəm. Yetkin insanın kəsici dişi deyir 8-dir və bərabərdir. Tamamilə doğrudur. İkincidə böyük ağzı dişlərin sayı kəsici dişlərin sayından çox olur. Fərdi inkişaf zamanı cəmi 1 dəfə 12 böyük ağzı dişi çıxır. Kəsici diş isə ontogenez zamanı 8 16 ədəd çıxır. Çox olmur. Çox olmur. Əksinə az olur deməli idi. Bu səhvdir. Sonra 3-ə baxıram. Kiçik ağzı dişlərin sayı kəsici dişlərin sayına bərabər olur. Ümumilikdə 8 kiçik ağzı dişi var. 2 dəfə çıxır 16. Kəsici diş 8 ədəddir. 2 dəfə çıxır 16. Texniki səbəblərdən dolayı video yarımçıq kəsildi. Deyəsən 99-cu sual yarımçıq oldu. Tam aydınlaşdıra bilmədim indi. Nə sualınız olsa aşağı hissədə yaza bilərsiniz. 100-cü sualdayam. Birinci deyir ki, deməli normal ontogenez prosesi keçən bir şəxsin alt və üst çənədəki dişləri verilmişdir. Gəlin baxaq. Görürsünüz burada 1, 2, 3, 4 ədəd kəsici diş. Bu diş köpək, bu diş köpək. Bu 2 dişdə kiçik ağzı dişidir. Görürük ki, bu insanın yalnızca süd dişləri çıxıb, daimi dişləri çıxmayıb.
Variantlara baxıram. Birinci deyir ki, bu insanda daimi dişlər çıxmamışdır. Tamamilə doğrudur. Bu insanda iki diş növü ilə qonşu olan dişlər çıxmışdır. İki diş növü ilə qonşu olan dişlərimiz köpək dişidir. Bir tərəfdən kəsici, bir tərəfdən kiçik ağzı. Üçüncüdə deyir ki, bu insanda ağıl dişləri çıxmışdır. Yanlışdır. Yalnız süd dişləri var. Nəinki ağıl dişləri, digər böyük ağzı dişləri də çıxmayıb. Bu insanda olan bütün dişlər ontogenezdə 2 dəfə çıxan dişlərdir. Bu da tamamilə doğrudur. Ümumiyyətlə süd dişləri çıxır, tökülür və bir də yenidən çıxır. 5-də deyir ki, bu insanda olan kəsici dişlərin sayı kiçik ağzı dişlərin sayından çoxdur. Xeyr, 8 kəsici dişi var, 8 də kiçik ağzı dişi var. Sayıca bir-birinə bərabərdirlər. Çoxdur deməsi yanlışdır. 6-da isə deyir ki, bu insanda öz diş növləri ilə qonşu olan dişlərin sayı 4 ədəddir. Gəlin burada dişlərin qonşuluğuna baxaq. Alt çənədə göstərəcəm. Görürsünüz, bax bu 2 dənə kəsici diş hər iki tərəfdən öz diş növü ilə qonşudur. Yəni öz diş növləri ilə. Baxın, bu kiçik ağzı dişi də yalnız öz diş növü ilə qonşudur. Amma növləri deyə bilmirəm. Çünki bir tərəfində kiçik ağzı dişi var, bir tərəfində diş yoxdur. Yəni öz diş növü ilə qonşudur. Növləri deməsi yanlışdır. Ona görə 2 dənə bu kəsici, 2 dənə də üst çənədə olan kəsici dişi götürürəm. 4 ədəddir, doğrudur. Cavab olur 1, 2, 4 və 6. 101-ə baxıram. Doğru olanı müəyyən edin deyir. Həzm sisteminə aid olan birinci deyir ki, 3 cüt iri həzm vəzlərinin axacaqları ağız boşluğuna açılır. Tamamilə doğrudur. 8 dənə iri həzm vəzsi var həzm kanalından kənarda. Onlardan 6 dənəsi ağıza açılır. İkincidə deyir ki, həzm kanalından kənarda 2 dənə iri, tək, yəni cüt olmayan həzm vəzi yerləşir. Bu da doğrudur. Qaraciyər və mədə-altı vəzi. Üçüncüdə deyir ki, qarın boşluğunda yerləşən həzm vəzlərinin fermentləri yalnız yağları parçalayır. Yanlışdır. Mədə-altı vəzi, baxın burada da deyir, yalnız zülal və yağları parçalayır. Həm zülallara, həm yağlara, həm də karbohidratlara təsir göstərir. 102-yə baxaq. Deyir ki, deməli 1, 2, 3 A, B, C, D, Y verib öd və yoğun bağırsağa uyğunlaşdırmalıyıq. A-da deyir ki, bağırsaq çöpü bakteriyalarının yaşadığı mühitdir. Bağırsaq çöpü bakteriyaları yaşayır insanın yoğun bağırsağında və burada sellulozanın bakteriyal parçalanması deməli həyata keçirilir. C-də deyir ki, zərərli maddələri zərərsizləşdirir. Bu qaraciyərin ödün funksiyasıdır. D-yə baxırıq, funksiyası pozulduqda enterokolit xəstəliyinin yaranmasına səbəb olur. Bu da ödə aid olacaq. Ümumiyyətlə, belə deyək də, enterokolit nazik və yoğun bağırsağın iltihabı xəstəliyidir. Bağırsaqda həzm normal getməyəndə bura daxil olan qidalar başlayır çürüməyə, qıcqırmağa, zərərli mikroblar çoxalır. Bunun qarşısını alanda öddür. Yəni, ödün bakterisid xassəsi də var axı. Buna görə də ödün ifrazı pozulanda zərərli mikroflora burada baş qaldırır, yağların, qidaların həzmi pozulur və bu da birbaşa enterokolit xəstəliyinə səbəb olur. Y-də isə deyir ki, A, D, Y, K vitaminlərinin sorulmasını asanlaşdırır. Bu da ödə aiddir. Həm yağların həzmini asanlaşdırır, həm də yağda həll olan vitaminlərin sorulmasını. 103-ə baxırıq. Son olaraq insanda fermentləri, zülalları, yağları, karbohidratları parçalayan orqan mədə-altı vəzdir. Fermentləri yalnız karbohidratları parçalayan ağız suyudur. Ağız suyunda yalnız karbohidrat parçalanır. İfraz etdiyi maddə mədədən gələn turş qida horasını neytrallaşdırır. Bu isə ödə, yəni qaraciyərin ödünə aiddir. 1-də Y, 2-də B, 3-də isə A oldu. Və salam, bitirdik həzm sistemi mövzusunun izahını. Maddələrin mübadiləsi, vitaminlər yəqin ki, növbəti videolarda olacaq. Ümid edirəm ki, video sizin üçün faydalı olar. Bəyəndinizsə bəyənməyi, rəy yazmağı, faydalı olması üçün dostlarınızla da bölüşməyi unutmayın. Kanala abunə olun ki, növbəti mövzuların izahından da xəbərdar olasınız.